Hər kəsi salamlayıram. Bugünkü podkast mövzumuz gənclərin ictimai həyatda roludur. Qonağımız Nadir Quliyev, Sabirabad Milmuğan Regional Mədəniyyət İdarəsinin rəisi. Nadir Quliyev kimdir? Mən hər kəsi salamlayıram və Nadir Quliyev kimdir sualına yaxşı olar ki, məni tanıyanlar cavab versin. Amma qısa və konkret dövlət idarəçiliyində gənc yaşlarımdan çalışan bir şəxs kimi özümü təqdim edə bilərəm. Şəxsi karyeranızı necə qurdunuz? Əslində uşaq ikən həkim olmaq arzusunda olmuşam və qismət elə oldu ki, mən iqtisadi sahəyə daha çox meylli oldum və birinci təhsilim iqtisadiyyatın idarə olunmasıdır. İkinci təhsilim politologiya ixtisası üzrə, yəni bitirmişəm və beləliklə iqtisadçı politoloq kimi bir peşə sahibi olmuşam. Şəxsi karyerama hələ tələbəlik illərindən başladım. Mən birinci təhsilimi Azərbaycan Qərb Universitetində təhsil almışam və bilirsiniz ki, o müstəqilliyin ilk illərində belə bir universitetlər biraz Avropa təhsilli, dil bilikləri bu məsələlərə önəm verirlərdi və orada da çox yaxşı bir təhsil almışdım. Və oradan praktikaya məni göndərmişdilər Bakmil zavoduna. Hazırda indi o zavod işləmir. Zamanında Azərbaycan İtaliyaya birgə müəssisəsi, məişət avadan olan istehsalat bir zavod idi. Mən də həmin zavodda təcrübə toplamağa, eləcə də diplom işimi yazmağa getmişdim. Zavodda bəyəndilər, məni mühəndis menecer kimi işə götürdülər. Və mən həm diplom işimi orada yazdım və eyni zamanda öz karyeramı davam etdirdim. Bir mühəndis menecer kimi öz ixtisasım üzrə işimi davam etdirdim. Sonra hərbi xidmət gəldi, hərbi xidmətə getdim, o işimdən ayrıldım. Elə oldu, öz yaşadığım Sabirabad rayonuna qayıtdım. Burada da işləmək üçün əlaqədar təşkilatlara müraciət elədim. Elə oldu, Sabirabad rayon statistika idarəsində iqtisadçı vəzifəsində çalışmağa başladım. Artıq iqtisadçı kimi çalışmağa başlayanda siyasi fəaliyyətə başladım. Mən 18 yaşımdan siyasi fəaliyyətə başlamışam. Yeni Azərbaycan Partiyasının sıralarında olmuşam və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaradılmasında gənc yaşlarla iştirak eləmişəm və beləliklə də statistika idarəsində işləyə rayonun ictimai siyasi həyatında baş verən bütün tədbirlərdə fəal iştirak etməyə çalışmışam və bu fəallığımın nəticəsində bir il tamamında məni Sabirabad rayon icra hakimiyyətinə dəvət elədilər. Və orada da ictimai siyasi şöbə böyük referenti, şöbə müdiri kimi vəzifələrdə çalışmışam. Və daha sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatında sədr müavini kimi çalışdım. 12 il həmin təşkilata sədrlik elədim. Eyni zamanda da 21 ildə gənclər və idman sahəsində çalışmışam. Bu vəzifələrindən paralel. Bütün bax bu əldə etdiyim uğurların hamısında təbii ki, ictimai fəallıq, könüllülük və siyasi təşkilatdakı fəaliyyətim hamısı mənim gələcək inkişafıma kömək elədi. Və gənclərimizə də bunu deməkdə məqsədim odur ki, hər hansı bir sahədə çalışırsan, çalış, amma ictimaiyyətçi ol, könüllülük fəaliyyəti daha çox inkişafa xidmət edir, şəxsi inkişafa xidmət edir. Və beləliklə Sabirabad rayonunda müəyyən qədər tanınmış bir gəncə çevrildim, belə deyə, dərəcəkər olan misal olsun. Və 21 il tamamından sonra mədəniyyət sahəsinə keçməyə qərarlaşdırdım. Bir iş həyatında bir yenilik olsun və beləliklə hal-hazırda Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıram və çalışdığım müddətdə də ümumiyyətlə əvvəlki işlərimdə, indikidə də gənclər üçün açıq olmuşam. Yəni, onlar istədikləri vaxt yaza da bilərlər, təkliflərini də verə bilərlər, qəbula da gələ bilərlər, öz fikirlərini bildirə bilərlər. Çünki mən özüm də gənc olmuşam və gənclik illərimdə öz karyerimi qurmaq üçün mənim üçün də bu şəraitlər yaradılmışdı. Məndən böyüklər də mənim üçün bu şəraitlər yaratmışdı. Və mən bu şəraitlərdən, mənə yaradılmış şəraitdən istifadə edərək öz şəxsi inkişafım üçün yaxşı mənada istifadə etmişəm və bəhrəsində görmüşəm. Ona görə gənclərimizə tövsiyəm budur ki, daim ictimai əsaslarla tədbirlərdə iştirak eləsinlər, öz fikirlərini açıq desinlər, yeniyetmə gənclərimiz könüllülük fəaliyyətindən geri qalmasınlar
Bütün bunlar onların gələcək inkişafına xidmət edəcək bir məsələdir. 20 il öncəki özünüzə hansı tövsiyələri verərdiniz? Bu çox maraqlı sualdır. Əslində 20 il öncəki Nadirə hansı tövsiyələrimi verərdim desəm, demək olar ki, verəcəyim tövsiyələrin hamısını yerinə yetirmişəm. Bu çox mənim üçün çox yaxşı bir hal oldu və mən iqtisadi bayaq qeyd etdiyim kimi, çalışdığım kimi artıq dövlət idarə etməsinə qoşuldum. Rayon səviyyəsində, rayon icra hakimiyyətində çalışmağa başladım və eyni zamanda sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatına sədrliyə başladım və beləliklə iqtisadi sahədən siyasi idarə etmə sahəsinə keçdim. Və bu sahədə çalışa-çalışa, bayaq da sual verdiniz ki, mədəniyyətdə hansı özünüzü görürüz. Yəni artıq mədəniyyət sahəsində bir çox illər qalmış. Mən 21 il gənclər və idman sektorunda rəhbər kimi çalışmağa başladım. Və bu 21 il mənim üçün böyük bir təcrübə oldu, böyük bir idarəçilik baxımından idarə etmə oldu. Və beləliklə bu 21 il bu sahədə çalışandan sonra artıq 6 aydır mən mədəniyyət sahəsinə keçmişəm. Yəni gənclər, idman, mədəniyyət bir-birinə yaxın sahədir. Yəni heç biri mənim üçün yad olmadı. Belə bir fürsət yarandı, bir iş həyatımda bir yenilik elədim və mədəniyyət sahəsinə keçdim. Beləliklə bu sahədə çalışıram və peşman da deyiləm. Çox maraqlı bir sahədir. Dövlət idarə etməsində bütün sahələr maraqlıdır. Və mən 20 il bundan geri baxanda mən sizə bir şey deyim. Yalnız meylim idarə etmə, inzibati idarəçilik, idarə etmə sisteminə olub. Və hiss edirəm ki, istəyimi də o formada həyata keçirə bilmişəm. Əgər rəhbər olmasaydınız, hansı sənət sahəsində olmaq istərdiniz? Rəhbər olmasaydım, əvvəlki illərə baxanda bir gənc kimi hər kəsin bir arzusu var idi. Yenə də təkrar olmasın, idarə etmə, inzibatçılıq sahəsində də marağım var idi, təşkilati məsələlərə. Və bəlkə də elə indi çalışdığım mədəniyyət sahəsinin hansısa bir bölməsində, mədəniyyət, incəsənət sahəsində sözümü deyən bir gənc kimi həyatımı davam etdirə bilərdim. Amma indi hiss edirəm ki, elə bu sahədə mənim öz istəklərimə uyğun bir sahədir ki, həmin bu idarə etməsində, mədəniyyətin bu idarə etmə sistemində də öz fəaliyyətimi davam etdirirəm. Sizcə gənclərin bu fəaliyyəti, ictimai həyata baxışı hansı motivasiya mənbələri mövcuddur? Hansılar aiddir? Gəncləri ümumiyyətlə bu sahələrə, bütün sahələrə motivasiya etmək üçün müxtəlif yollar var. Və hesab edirəm ki, biz öz işlədiyim təcrübədən deyirəm, onların maraqları biz üçün əsas olmalıdır. Və o müəyyən yaş qrupunda olan yeniyetmə və gənclər qrupu ki var, onların maraqlarına uyğun onları motivasiya etməyə lazımdır. Və bəzən gənclərimizdə ruh düşkünlüyü yaranır, hansısa bir işə başlamaq üçün və yaxud qorxur, çəkinir, bir inamsızlıq yaranır. Amma mən belə deməzdim. Hər bir gənc öz üzərində çalışmalıdır və onlar ictimai işlərlə daha çox məşğul olmalıdır, könüllülük fəaliyyətinə qoşulmalıdır. İctimai könüllülük fəaliyyətinə qoşulan gənc gələcəkdə öz istədiyi sahədə yolunu da tuta bilər və istədiyi sahədə çalışa bilər. Biraz gənclər, necə deyim, indiki gənclər elə bilirəm ki, biraz ürəksiz yanaşırlar, qorxurlar. Amma onları motivasiya etmək daim lazımdır. Siz bu motivasiya üçün hansı mənbələrdən istifadə edirsiniz? Gəncləri motivasiya etmək üçün həyatda hər kəsin uğur qazana biləcək insanlarla görüşlərini təşkil etmək lazımdır. Və həyatda hansı uğurları necə əldə etmək üçün onlara bir istiqamət vermək lazımdır. Bu olub, təcrübəmdə olub, belə bir gənclər olub. Həmin gənclər də öz hal-hazırda çalışdığı sahədə öz uğurlarına davam edir. Yəni onları düzgün yönətmək lazımdır. Bəzən bizim gənclərimiz, bayaq dediyim kimi, düzdür, internet bu dəqiqə həyatımıza girib, həyatımızı dəyişib. Bu o demək deyil ki, bu internet sahəsində, internet bizi geriyə çəkir. Yox, irəli çəkdiyi kimi onun bəzi mənfi cəhətləri də var. Bəzən gənclərimiz onu düzgün yönəldə bilmirlər. İnternetdən istifadəni öz gələcək inkişafları üçün yönəldə bilmirlər. Və hesab edirəm ki, indi hər bir gənclə fərdi qaydada işləyə bilməliyik, onu motivasiya edə bilməliyik. Amma ümumi əldə olunan uğurların nəticəsində motivasiya xarakterli görüşlərin sayı çox olmalıdır. Və təcrübə onu göstərir ki,
bizim gənclərlə bağlı motivasiya xarakterli tədbirlərimizin nəticəsində biz onların içərisindən bir çox istedadlı gəncləri ortaya çıxarda bilmişik. Yəni bu mümkündür. Hesab edirəm ki, qısa və konkret deyəcəm. Gənclərlə görüş daim lazımdır. Onları motivasiya etmək lazımdır və onların ən bacarıqlısını da ortaya çıxartmaq lazımdır. Məsələn, yerdə qalan gəncləri nə etməli? Onlara da özlərinin maraqlarına uyğun peşə sahibləri, peşəyə, təhsilə, qeyri-formal təhsilə yönəltmək lazımdır. Yəni məşğul olmaq lazımdır qrup şəklində. Yəni fərdi qaydada yanaşma biraz düz olmaz. Vaxta qədər ən gözlənilməz ideyalar çıxış edən gənc olub. Bəli, olub və ən xırda bir ideyalı gənci dəstəkləmişəm. Nəinki böyük bir ideya verən, təşəbbüs görən gənci dəstəkləmişəm. Və elə bir gənclərimiz olub və bu gün də var. Biz onları dəstəkləyirik və onların verdiyi ideya layihələrin həyata keçirilməsində də kömək olmağa çalışmışam və onu həyata da keçirmişəm. Sosial şəbəkə gənclərin fəaliyyətinə necə bir təsir edir? Mənfi müsbət cəhətlər hansılardır? Sosial şəbəkə istifadəçisi, mən özüm də uzun müddətdir sosial şəbəkə istifadəçisiyəm. Mən deyim ki, sizə, mən hələ uşaq yaşları ikən, mən sizə deyim də bir 10 yaşımdan, 8 yaşımdan bizim evimizə Sovet dövründə Komünist qəzeti gəlirdi. Çünki ölkədə bir dənə təbliğ olunan ən böyük, yəni o Sovetin ən böyük bir qəzeti idi. Bu qəzet gəlirdi, onu poçtalyondan alırdım, babama yaxınlaşırdım. Babam mənim üçün o şəraiti yaradırdı. Mən nə üçün deyirəm bunu misal çəkirəm? O qəzetin başlıqlarını oxuyurdum birinci, şəkillərinə baxırdım. Çünki mənim marağım var idi ki, nələr var bu qəzetdə. Sonra babam mənə bir şərait yaradırdı. Həmin o xəbərləri oxuyub ona bir təhlil edeyim. Bəlkə də idarəçilik sistemində təkidləşməyimdə babamın daha çox rolu var. Və beləliklə uşaq ikən görürdüm ki, artıq məndə məlumat bazası yaranır. O vaxt internet, belə şeylər yox idi, qəzet vasitəsilə. İndi dünya inkişaf edir, internet, sürətli internet, texnologiya gənclərimizin bu informasiyanı əldə etmək üçün çox yaxşı bir şərait yaradılır. Ümumiyyətlə informasiya, bilikləri öyrənmək üçün. Eyni zamanda da sosial şəbəkədə fəaliyyətlər. Sosial şəbəkənin müsbət tərəfləri gənclərimiz üçün nə ola bilər? O ola bilər ki, onlar öz fikirlərini bölüşürlər, öz ideyalarını paylaşırlar, özlərinin inkişaf etməsi üçün sosial şəbəkələrdə, sosial platformalarda onlar üçün çox böyük imkanlar yaranır. Hətta bir bizneslərin qurmaq üçün də bu sosial platformada çox gözəl imkanlar yaranır. Bilirsizlər, bir kiçik bir biznes qurmaq üçün sosial şəbəkədə hansısa bir platforma yaradırlar və beləliklə özlərinin bu platforma vasitəsilə öz fikirlərini, ideyalarını paylaşırlar, formalaşdırırlar, rəyləri öyrənirlər. Müsbət cəhətləri budur. Amma bir qrup gənci götürəndə bunun mənfi tərəfini deyim. İnternetdən düzgün istifadə eləmirlər və belə deyək, əyləncəyə, lazımsız əyləncəyə. Gənc üçün təbii ki, gənclərimiz daha çox əyləncəyə meyillidir. Biz apardığımız təcrübədə, gördüyümüz təcrübədə bunu mən deyə bilərəm. Sosial şəbəkədən yararlana bilmirlər, lazımsız platformalardan istifadə edirlər. Bu da onların gələcək fəaliyyəti üçün, inkişafı üçün mənfi təsir göstərir. Və hesab edirəm ki, bu günləri biz sosial şəbəkədən istifadə ediriksə, öz məlumat bazamızı genişləndirmək üçün və şəxsi inkişafımız üçün bu platformadan aktiv istifadə etməliyik. Gənclərə ən böyük tövsiyəniz nədir? Gənclərimiz savadlı olsunlar, bilikli olsunlar, təşəbbüskar olsunlar, öz biliklərini, bacarıqlarını ortaya qoysunlar. Bəzi gənclərimiz var, çox savadlıdır, bacarıqlıdır, amma öz istedadlarını ortaya çıxartmaq üçün görürsən ki, bir çəkinirlər, bir nəsə bir tərəddüd edirlər. Ona görə mən gənclərdən fürsətdən istifadə edib gənclərimizə demək istəyirəm ki, heç vaxt çəkinməyin, cəmiyyətə açıq olun, fikirləriniz açıq olsun, fikirlərinizi bölüşün, özünüz üzərində çalışın, işləyin, təşəbbüskar olun, öz təkliflərinizi verin və
gələcək sizin əlinizdədir. Bunu hamımız bilirik. Gələcək gənclərin əlindədir. Onun üçün də təşəbbüskar olub və çox maraqlı ideyalarla çıxış eləməyi tövsiyə edirəm. Sonda bizi dinləyən gənclərə motivasiya edici mesajınız varmı? Çox gözəl bir məkanda əyləşmişik. Kür və Araz çaylarının qovuşduğu bir məkanda. Mən Kür və Araz çaylarının qovuşduğu məkanı belə simvolizə edərdim. Bir güc mənbəyinin nöqtəsi. Bax, gənclərimizə də bax, bu güc mənbəyi dediyim Kür Araz çaylarının qovuşduğu məkan güc mənbəyidir. Yəni, burada Araz çayı qovuşur və güc mənbəyi kimi bunu yoluna davam edir, böyük Xəzər dənizə tökülür. Gənclərimizə də güclü, açıq fikirli, düzgün, istiqamətli və həyatda həmişə fəal olmağı tövsiyə edirəm. Bizi dinləyən gənclərə təşəkkürümü bildirirəm. Növbəti podkast mövzusunda görüşərik. Hələlik.